Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz qardaşlar, biz keçən söhbətlərimizdə qeyd etdik ki, insanın özünü kəşf etməsi üçün, öz daxili mənliyinə yönəlməsi üçün gərək egolardan təmizlənsin. Yəni, biz egoların fərqli yönlərindən, mərhələlərindən danışdıq. Tarixi ego var, sosial ego var, təbiət, natural ego var, psixoloji ego var. Yəni, egoların fərqli qatları var və eyni zamanda bir də bioloji ego var. Yəni, bioloji ego insanın öz cismi üçün çalışmasıdır. Bütün varlığını, bütün həyatının diqqətini cismə yönləndirməsidir. Yəni, insan tam artıq burada bir heyvani bir həyat yaşayır. Yəni, mədəsi üçün çalışır, geyməyi üçün çalışır. Yəni, tam duyğularını zövqləndirmək üçün çalışır. Yəni, insan artıq burada bədənindən kənara çıxmır. Sırf gözəl şeylərə təmas etmək istəyir, gözəl şeylər görmək istəyir, gözəl şeylər dadmaq istəyir. Yəni, tam bədənləşir. Və bugün əksər insanların həyatı da məhz bu cismanilikdən kənara çıxmır. Tam bir cismani bir həyat yaşayırlar. Tam cisimlərinə xidmət edirlər və ruh artıq o cismin təsiri altında qalır. Amma əslində bədən, cisim bizə yalnız ruhumuzun bir miniyi olaraq verilmişdir. Yəni, insanın bu dünyaya gəlişinin hədəfi yalnız ruhunu inkişaf etdirməkdir. Ruhunu təkamül etdirməkdir. Yəni, ruhunda yerləşmiş mövcud olan istedadları üzə çıxarmaqdır. Yəni, cisim də onun miniyidir. Yəni, cisim ancaq ölümə qədər, ölüm anına qədər bizi aparan bir vasitədir, nəqliyyat vasitəsidir. Amma insanlar ruhu tərk etmişlər, tamamilə fikirlərini cismə yönəltmişlər. Ona görə də bir hədisdə də buna bənzər bir məqama toxunulur ki, İmam Sadiq Əleyhisselam buyurur, Allah deyir, nemətləri, bütün bu nemətləri, yaradılışı yaratdı ki, biz nemətlərlə, xilqətlə Allaha tərəf üst tutaq, lakin insanlar Allahı unutdular, onun xilqətlə, onun nemətlərinə tərəf üst tutdular. Yəni, Allahı tərk etdilər, onun nemətlərini müqəddəsləşdirdilər. Bugün, məsəl üçün, biz evi müqəddəsləşdiririk, bugün biz maşını müqəddəsləşdiririk, bugün biz yeməklərimizi, yiyəcəklərimizi, qidalarımızı müqəddəsləşdiririk. Bugün daha çox həyatımızı onların üzərində qurmuşuq. Səhər, axşam ancaq bunları düşünürük və ruh artıq tamamilə bunların kölgəsində qalır. Əslində, biz həyatımızı elə maksimumlar üzərində qurmuşuq ki, o maksimumların altından qalxa bilmirik. Biz əslində bir ovuz yeməklə qidalana bilərik, amma biz boşqab yeməklərlə qidalanmaq istəyirik. Biz əslində bir paltarla yaşaya bilərik, biz amma hər sezonda bir neçə paltar geyinib özümüzü böyük bir külfət altına salırıq. Biz əslində çox məhdud, yəni dar, müəyyən bir çərçivədə, yəni sadə bir həyat tərzi, sadə bir evdə yaşaya bilərik, biz amma maksimumlar üzərində qurmuşuq, bütün fikirlərimiz. Yəni həyatımızda o qədər israflar var ki, əravə, o qədər ümumiyyətlə israflar var ki, biz onları əgər həyatımızdan çıxarsaq, həyatımızın maddi yönü, maddi çəkisi bir xeyli yüngülləşər və biz ruhumuza diqqət etmək fürsəti və imkanı taparıq. Yəni şeytan isə bu tərəfdən bizi nə edir? Hər zaman bizi başqalarına tərəf yönləndirir. Yəni başqalarını bizə örnək edir. Keçən söhbətimizdə qeyd etdik ki, yəni insanda yaranan arzular, insanda yaranan istəklər başqalarının həyat tərzinə görə yaranır. Yəni sənin dostun maşın alır, səndə maşın alma fikri yaranır və sən artıq məcbur olursan bir işdə çox işləyirsən və yaxud da bir işin bitimindən, bir işi bitirdikdən sonra bir işlə paralel başqa işdə axtarırsan və başqa işdə tapırsan ki, yəni sənin pulun çox gəlsin və artıq sən görürsən ki, həyatda yaşamanın, həyatda var olmanın yeganə yolu, yeganə çıxış yolu maddi varlanmaqdadır. Yəni, insanlar ancaq maddi imkanlara görə bir-birinə dəyər verirlər. Sən bunu görürsən. Kimin yaxşı, məsələn, maşını varsa, digər bir şəxs ona hörmət edir. Amma sən bunu bilirsən ki, maşına görə ona hörmət edir. Və yaxud da kimin yaxşı evi varsa, evinə görə ona hörmət edir. Və yaxud da başqa maddi imkanları. Əslində, bizim hər birimiz beləyik. Hər birimiz belə olduğuna görə biz o maddi səbəblərin əhatəsindən çıxa bilmirik. Biz niyə görə maddiyyətə can atırıq? Çünki biz özümüz başqalarına maddiyyətə görə qiymət veririk. Əgər biri sənə maşına görə qiymət verirsə, onu bilir ki, sənə özünə görə qiymət vermir. Sənə ancaq maşına görə qiymət verir. Yəni, sən onun öz gözündə görünmürsən. Əgər sabah maşın olmasa, sən də olmayacaqsın. Əslində, sən bir varlıq olaraq onun gözünə deyilsən. Yəni, bu nəyə göstərir? Biz varlıq olaraq ümumiyyətlə üzə çıxa bilmirik. Biz əslində öz kimliyimizi, daxili zənginliyimizi ortaya qoya bilmirik. Biz ruh olaraq mövcud deyilik. Biz insan olaraq mövcud deyilik. Biz hələ maddiyyat və cisim olaraq mövcuduq. Əslində biz yoxuq. Niyə görə? Çünki uğrunda çalışdığımız hər bir şey yox olacaq. Yəni biz bugün nəyə qiymət veririk, nəyə dəyər veririk, onlar hamısı yox olacaq. Başqalarına qismət olacaq. Bu cisim, yəni bütün çalışdığımız, gecə-gündüz çalışdığımız, bodybuildingə gedib onu şişitdiyimiz, onu gözəlləşdirdiyimiz,
fərqli yeməklər yedizdirdiyimiz, qidalandırdığımız bu cisim yox olacaq. Yəni bunu anlamalıyıq. Bunu dərk etmək lazımdır. Əslində bu həqiqətən də dərk olunacaq bir məsələdir. İsa əleyhissalamın dövründə bilməm, indi mən bu rəvayəti araşdırmamışam, nə qədər səhih deyil, amma ibrətamiz rəvayətdir. İsa əleyhissalam bir gün bir qoyuna yaxınlaşır, kök bir qoyuna yaxınlaşır, onun qulağına yaxınlaşır, ona bir söz deyir və görürlər ki, qoyun gündən-günə arıqlayır. Gündən-günə arıqlayır, həvariləri çaşbaş qalırlar. Deyirlər, ey Məryəm oğlu İsa, sən ona nə dedin? Sən ona nə dedin ki, o belə oldu? Bu şəkildə o gündən-günə artıq yeməz oldu, tamamilə artıq öz təbii həyatına uzaqlaşdı və gündən-günə də arıqlayır. Deyir, and olsun, mən sizə hər gün dediyimi ona bir dəfə dedim ki, öləcəksən. Yəni o artıq, yəni bu bir təmsildirmi, bu həqiqətən olmuş bir şeydirmi? Bəlkə də İsa əleyhissalamın yəni ruhundan, varlığından qaynaqlanmış bir möcüzədir, amma həqiqətən də belədir. Yəni dünyada bir dənə yəqin var. Biz öləcəyik. Qalan hər şey ehtimaldır. Sabah ola da bilər, olmaya da bilər. Mən qazana da bilərəm, qazanmaya da bilərəm. Mən sağlam qala da bilərəm, qalmaya da bilərəm. Hər şeydə ikiləm var. Hər şeydə bir iki var, sənəviyyə var. Bir dənə ölümdür ki, orada birdir. Vəssalam, insan öləcək. Bu dəqiqdir. Biz öləcəyik və biz torpağa qarışacağıq. Bu varlığımızdan, bədənimizdən əsər almaq belə qalmayacaq. Bugün bizim adımızı çəkənlər, sabah bizim adımızı çəkməyəcəklər. Bugün bizi sevənlər, sabah bizi sevməyəcəklər. Söhbət hələ uzaq insanlardan getmir, hələ ailənin içindən gedir. Ata ölür, bir neçə vaxtdan sonra övladlar onu unudur. Hətta nə qədər daha çox sevsə də belə, hər kəs öz həyatını yaşayır. Ata olub, olmayıb, heç onun marağına da belə deyil. Yəni nə vaxtdan, nə zamandan əlinə bir şəkil keçər, şəkili görək, yəni bir anlıq kövrələr və salam, bir o qədər. Və yaxud da heç kövrəlməzdir. Baxar, bir qədər bir təəssürat keçirdilər içərisində, şəkili qoyar bir kənara, öz həyatından davam edər. Yəni biz hətta öz ailəmizdə belə anılmayacağıq. Öldükdən sonra onlar çünki belə çalışırıq, onlar heç bizi saymayacaqlar. Yəni bu %100 belə. Niyə görə? Hər insan dünyaya tək gəlib və tək də gedəcək. Hər insan təkdir əslində, öz daxili dünyasını təkdir. Hər insan üçün cəmiyyətdən daha çox vacib olan onun özüdür. Hər insan tək. Yəni Quran da buna bir çox məqamlarda işarə edib ki, o gün bütün qohumluq əlaqələri qopar, əlaqələr kəsilər. Bütün səbəblər aradan gələr. Bağlılıqlar aradan gələr. Bağlılıqlar, səbəblər yalnız bu dünyada mövcuddur. Bağlılıqlar yalnız bu dünyada var ki, münasibətlər yaransın. Həyat davam eləsin. Amma əslində mahiyyətdə bu dünyada heç bir bağlılıq yoxdur. İnsan başqa bir hadisə gəldikdə, dəhşətli bir hadisə, qəfil bir hadisə gələndə hər kəs özünü düşünür. Hər kəs ilk öncə öz canını qurtarmağı düşünür. Başqasından daha çox öz canını qurtarmağı düşünür. Tək-tük hallarda istisnalar olur, amma qanun ümumi külli üzərində qurulur. Yəni, bu nəyi ifadə edir? Bu onu ifadə edir ki, bu mal dövlət, insanın zahiri, deməli, maddiyyata, zahiri gözəlliklərə meyl etməsi, maddi həyat, bu ancaq aldadıcı bir həyatdır, röyadır, yuxudur. İnsan nə qədər ki, ruhu ilə yaşamır, o yuxudadır. Həqiqətən də yuxudadır. Çünki ruh başqa həqiqətin arzusundadır. Başqa həqiqəti istəyir. Başqa həqiqətə tərəf meyl edir. Biz yuxuda da həyatı real həyat hesab edirik. Və elə bilir ki, həqiqətən də bu həyat real bir həyatdır. Və əslində real həyatda keçirdiyimiz bütün təəssüratları yuxuda keçiririk. Amma aylandan sonra tamamilə artıq fərqli bir təəssüratda oluruq. Ki, həqiqətən də biz yatmışdıq. Yəni, insan, hal-hazırda insan ki, əslində bu dünyaya ruhunu zənginləşdirmək, ruhunun imkanlarını özə çıxarmaq üçün gəlib, o tam bunun əksini edərək cismini dolandırır, cismi ilə yaşayır, əslində ona bir minik olan cismini öz həyatı üçün bir hədəf ki seçib, bu bir müddətdən sonra insan üçün böyük bir bəlaya və müsibətə çevriləcəkdir. Ki, hədislərdə bu öz əksini tapıb, siz indi hal-hazırda yuxudasınız, öləndən sonra ayılacaqsınız. İnsan cismini, maddi həyatını zənginləşdirməyə, o çoxluğa, zahiri çoxluğa meyl etdiyinə görə, o bir müddətdən sonra daxili yoxsulluğunu, daxili fərqliliyini bir o qədər daha dərindən hiss edir. Çünki müqayisə imkanı olur. Biz nə qədər daha çox zahirdə o çoxluğa can atsaq da, maşın sahibi oluruq, ikinci maşın istəyirik, üçüncü maşın istəyirik, ev sahibi oluruq, orada istəyirik, burada istəyirik və fərqli-fərqli zövqlər, gözümüzü
zövqləndirən zövqlər, təmasımızı zövqləndirən zövqlər. Yəni insan ki, bu 5 duyğusu var. Bütün zövqlər ki, bu 5 duyğunun əhatəsindədir. Biz ancaq o zövqlər üçün çalışırıq ki, rahat olaq. Amma biz rahat olmuruq. Nə qədər səy etsək də, çalışsaq da, nə qədər zahiri o zənginliyə, maddi zənginliyə sahib olsaq da, bir o qədər daxili yoxsulluğumuzu hiss edirik. Çünki müqayisə imkanı olur. Maddi cəhətdən yoxsul olanda ruhi yoxsulluğumuzu o qədər hiss eləmirik. Çünki onlar bərabər olur. Amma maddi baxımdan inkişaf edəndə, ruhi baxımdan tənəzzül edəndə biz artıq qaranlıqla işığı daha yaxından müqayisə edirik və o zaman depressiya və stresə düşürük. Və bugün məsələn Avropada yəni depressiya və stres ən çox yaşandığı yerlər, statistika bunu təsdiq edir, təsbit edir ki, ən çox depressiya və stresin yaşandığı yerlər inkişaf etmiş ölkələrdir. Niyə görə? Maddi baxımdan ən yüksək rifahdadılar, amma ruhi baxımdan tənəzzüldədirlər. Zaten ruhlarını inkişaf etdirməyiblər. Avropa ideoloqlarının ümumiyyətlə insan xoşbəxtliyinə, insan saadətinə fərqli-fərqli yanaşmaları olubdur. Ümumiyyətlə bu geniş bir bəhsdir, sosiologiyada geniş bir bəhsdir, insan psixologiyada bu mövzu araşdırılır. Yəni insan necə özünü hər zaman xoşbəxt hiss eləməlidir? Özünü necə hər zaman rahat hiss eləməlidir? Tam insan daxilən təmin olunmuş özünü hiss eləsin və başqa şey axtarmasın. Nə qədər ona təklif olunsa da belə, onun gözü başqa şeylərdə yox. Daxili zənginliyində, yəni zənginliyində özündə olsun. İnsan kənara tərəf açılmasın, depressiya və stresə düşməsin. Həmişə onun beyni dolaşıq vəziyyətdə olmasın, daxili gərgin halda olmasın. Yəni necə olsun ki, insan rahat olsun. Və bu rahatlığı müvəqqəti bir rahatlıq yox. Yəni cinsi zövqün insana verdiyi müvəqqəti bir rahatlıq yox, daimi bir rahatlıq olsun, davam edən bir rahatlıq olsun. Bunun üzərində fərqli mülahizələr irəli sürüblər. Bəzi alimlər, məsələn qərb alimlər deyirlər ki, insan maddi baxımdan müstəqil olmadıqca insan daxilən psixoloji etibarilə rahat olmayacaq. Və ona görə də Renesansdan sonra Avropa mütəfəkkirləri bu istiqamətə hərəkət etdilər ki, insan iqtisadi müstəqil olmalıdır. İqtisadi müstəqil olan insanın heç bir şey ehtiyacı qalmayacaq. Məsələn, Karl Marx'ın, Engels'in, başqalarının izahları bu prinsip üzərində quruldu. Ona görə də Avropanın məhz inkişaf etdirilməsi, maddi baxımdan rifah səviyyəsi ən yüksək həddə çatdırıldı. Amma artıq 20-ci əsrin ortalarında gördülər ki, məsələn, hippizm nəzəriyyəsi kimi, cəryanı kimi bir çox cəryanlar çıxdı və artıq başladılar bütün o maddi rifahı inkar etməyə. Avropa, qərb ümumiyyətlə dünyası cinsel baxımdan bir çox sosial böhranlar yaşadı. İntiharlar oldu, depressiya və stres ən yüksək həddinə çatdı. İnsanlar artıq deməli boşanmalar, tam tüfeyli bir həyat. İnsan artıq fərdiləşdi. Cəmiyyətdən qopdu və maddi həyat da onu rahatlaşdıra bilmədi, tətmin etmədi, onu təmin etmədi daxilən və artıq insan daxilən parçalanmağa başladı. Və narkotik maddələri üst tutmalar, ondan sonra cürbəcür zövqlər və zövqlərdə, həzlərdə elə bir ifrata çatdılar ki, Avropa insanın həyatı tam dağıldı. Bütün sosial münasibətlər qopdu, bütün insani münasibətlər qopdu. Hər şey tamamilə alt-üst oldu. Bax, insan daxilən özünü narahat hiss etdikdə, o hər şeyə can atacaq, o hər şeyə üst tutacaq ki, bircə o rahatlığa, daxili və ruhani rahatlığa qovuşsun. İnsan bax, bu şəkildə qəliz bir şəkildə yaradılmış bir varlıqdır. Ona görə də sonradan artıq başqa psixoloji, fəlsəfi nəzəriyyələr irəli sürüldü. Məsəl üçün, Avropanın böyük insanları Hinduizm, Buddizm dinlərinə üst tutdular. İslam dini, yenidən dinə qayıdış dövrü başladı. Yenidən artıq ağıllı surətdə dinə qayıdış dövrü başladı. Və məsəl üçün, meditasiya bugün Avropada ən çox müraciət olunan ruhi bir məşq formasıdır. İnsanlar artıq tamamilə maddi həyatı inkar etməyə başladılar və tam ruhlarına yönəldilər. Yəni, Hindistandan, Çindən gəlmiş müxtəlif meditativ həkimlərə üst tutdular. Və Avropa kütləvi şəkildə həmin həkimləri, Avropa mütəxəssisləri dəvət etdilər ki, yəni Avropa insanı bu vəziyyətdən qurtarsınlar və süni həblər istehsal etdilər. Məsələn, dopamin həbləri istehsal etdilər ki, insan o həbləri atmaqdan müəyyən qədər psixoloji özünü rahat hiss etsin. Yəni, maddi həyat insanı ruhani, ruhi ehtiyaclarını təmin edə bilməz. Təbii ki, müəyyən balans olmalıdır. Amma tamamilə fikri onun üzərində təmərküzləşdirmək ki, həqiqətən də insan maddi cəhətdən